Nümayəndələr Palatasında respublikaçılar çərşənbə axşamı federal hökuməti sentyabrın 30-nadək maliyyələşdirəcək büdcə layihəsini səsvermədən keçirməyə və bununla da federal hökumətin qismən bağlanmasının qarşısını almaq ümididir. Federal hökumətin maliyyəsi cümə günü başa çatır və o günədək hər hansı büdcə layihəsi qəbul edilməsə, federal hökumət bağlana bilər. Federal hökumət bağlandığında mühüm olmayan dövlət işləri dayandırılacaq, federal hökumət işçiləri isə inzibati məzuniyyətə göndəriləcək. Əgər büdcə layihəsi Nümayəndələr Palatasında təsdiq olunarsa, daha sonra Senatda səsverməyə qoyulacaq. Ardınca isə imzalanması üçün Prezident Donald Trumpa göndəriləcək. Ümumilikdə bu büdcə layihəsinə əsasən müdafiə xərcləri 2024-cü büdcə ili ilə müqayisədə 6 milyard dollar artacaq, qeyri-müdafiə xərcləri isə 13 milyard dollar azalacaq. Prezident Donald Trump respublikaçıların strategiyasını dəstəkləyib. O, qanun layihəsini tərifləyərək X-də yazıb ki, respublikaçılar birlikdə olmalıdır, narazılıq olmamalıdır. Amerika üçün gözəl işlər gəlir və mən hamınızdan xahiş edirəm ki, ölkə büdcəsini qaydaya salmağa davam edə bilməyimiz üçün sentyabra qədər bizə bir neçə ay vaxt verin. Bugün isə Nümayəndələr Palatasının spikeri Mike Johnson müxbirlər qarşısında çıxış edərək büdcə layihəsini qəbul etmək üçün kifayət qədər səsə malik olduqlarına dair əminliyini ifadə edib. Nümayəndələr Palatasının və Senatın Təhsilatlar Komitələrindəki ən yüksək səviyyəli demokratlar Connecticutdan nümayəndə Rosa DeLauro və Vaşinqtondan senator Patty Murray daha öncə qanun layihəsini pisləyən bəyanatlar veriblər. Murray bildirib ki, qanun layihəsi Donald Trump və Elon Musk'a federal xərclər üzərində daha çox səlahiyyət verəcək. Respublikaçılar həmçinin ümid edirlər ki, bu ilki büdcəni həll etmək onlara bütün diqqətlərinin Trumpın ilk dövründə qəbul edilmiş fərdi vergi endirimlərinin uzadılmasına və fəlakətli federal defoltdan yayınmaq üçün ölkənin borc limitinin artırılmasına yönəltməyə imkan verəcək. Demokrat liderlər isə xəbərdarlıq edirlər ki, onlarla məsləhətləşmədən irəliləmək hökumətin bağlanma ehtimallarını artırır. Onların ən böyük narahatlıqlarının biri odur ki, qanunvericilik Trump administrasiyasına xərcləmələrlə bağlı geniş imkanlar verəcək. Trump qanun layihəsi ilə bağlı səslərini qazanmaq üçün Nümayəndələr Palatasının respublikaçıları ilə görüşlər keçirib. Respublikaçılar Nümayəndələr Palatasında 218-ə 214 səs fərqi ilə çoxluğa sahibdirlər. Buna görə də bütün qanunvericilər səs versələr və demokratların hamısı büdcə layihəsinin əleyhinə çıxsa, onun qəbul edilməsi üçün yalnız bir respublikaçı onun əleyhinə səs verə bilər. Senatda isə 53 respublikaçının hər biri onun lehinə səs verdiyi halda belə layihənin təsdiq olunması üçün 7 demokrat onun lehinə səs verməli olacaq. Səsvermə ABŞ-da səhmlərin kəskin şəkildə dəyər itirdiyi bir vaxtda təsadüf edir. Bazar ertəsi ABŞ-ın hər üç əsas birja indeksi kəskin şəkildə azalıb. Belə ki, investorlar Prezident Donald Trumpın ölkənin əsas ticarət tərəfdaşlarına tətbiq etdiyi tariflərin qeyri-müəyyənliyindən və onun ABŞ-da növbəti aylarda tənəzzül ehtimalını istisna etməməsindən narahatdır. Trump ötən həftə Meksika və Kanadanın ABŞ ixraclarına yeni 25%lik tariflər tətbiq edib, amma bir neçə gün sonra rüsumları aprelin 2-sinədək təxirə salıb. Ondan sonra nə olacağı isə hələ ki qeyri-müəyyəndir. Ticarət naziri Howard Lutnick həftə sonu NBC News-a deyib ki, Amerikada tənəzzül olmayacaq, amma Trump bunu deməkdən yayınıb. Mən belə şeyləri proqnozlaşdırmaqdan nifrət edirəm, ABŞ lideri Fox News-a bildirib. Keçid dövrü var, çünki bizim etdiklərimiz çox böyükdür. Biz Amerikaya zənginliyi geri qaytarırıq. Bu böyük bir şeydir o deyib və əlavə edib ki, bu biraz vaxt alır. Bazar ertəsi böyük texnologiya şirkətlərinin səhmləri satılmağa davam edib. Trumpın əsas məsləhətçisi olan milyarder Elon Musk'ın elektrik maşın şirkəti Tesla'nın səhmi 8%-dən çox aşağı düşüb. Apple, Microsoft, Alphabet, Amazon, Nvidia və Meta Platforms kimi digər əsas texnologiya şirkətlərinin səhmləri 2%-dən çox aşağı düşüb. Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı artıq zəiflədiyinə dair bəzi siqnallar verir. Belə ki, rəy sorğuları istehlakçılar tərəfindən pessimizmin artdığını göstərir. Atlanta Federal Ehtiyat Bankının topladığı real vaxt göstəriciləri ABŞ iqtisadiyyatının artıq kiçildiyini işarə edir.